Salam dostlar, xoş gəlmisiniz kanalıma. Ben sizlərə çürük toyuğumu göstərmək istədim. Bildiyiniz kimi çürükmüş dostlar. Bunu yəni qoymuşuq çürük bir həftə olar. 5 gün zat. Hələ daha az da ola bilər ya. Məncə bir 4-5 gün olar. Bunu çürük qoyalı. Altına dostlar bunun 11 dənə qoymuşdum. 11 dənədən dostlar da nə oldu bilirsiniz? Bu qapıyı açıq saxlayırdım ha. Toyuqlar da girvanırda yumurtlayır. Bir dənə toyuq gəlibdi, yəni büyün oldu. Gəlib dostlar bunun yanına girib. Bu da bir daha qaşanda birini belə eləyiblər. 10 dənə qaldı altında. Yəni bunun da altında 10 dənə yumurtası var. Maşallah olsun. 10 dənə ilə qoymuşam bunu çürük. Yəni yatıb dəqiqə 10 dənəyə. Zıqılı toyuqdur yəni dostlar. Diri toyuq deyil. Videoda bilmem nə tərcümədir amma zıqılı toyuqlardan deyir. Elə iri deyil. Zıqılı toyuqdur yəni. Bunu qoydum dostlar. İndi sağ-salamat inşallah çıxardar. Havalar da çox soyuq gedir. Bunu da deyim. Benim də biraz boğazım yəni həddən artıq çox tutuldu. Havalar çox soyuq gedir bu arada. Yay olacaq, yay girəcək birazdan. Yay girəcək ana. Hələ də havalar yağışlı və soyuq keçir. Yəni bunun bu ikinci yatışıdır bu ildə. 2 dəfə yatır bir ildə. Yəni bundan qabaq da yatdı, 6 dənə çıxartdı. Yəni 6-sı qalmışdı altında. Yəni toyuqlar qırdır deyirlərdi. Onda buraya heç örtməmişdim. Mən indi daha örtürəm. 6 dənə qaldı altında. 6'sını da çıxartdı. Onlar da ıslandılar, öldürə. Mən saxlamırdım ama mən məktəbə gedib gəlirdim. Bunlar balaları çıxandan biraz gün sonra mən daha yəni məktəb buraxılacaq. Yay tatilinə az qalıb. Yay tatili olsun. Daha özümüzü saxlayacağım. Baxın belə dostlar. Toyuq. İşləyən toyuq deyil, gözəl toyuqdur. Burada var da belə dənə. Baxım hələ indidən doluluğu, boşluğu görünür. Hə, damarlaşma var. Nə də baxım. Hə, damarlaşma var. Damarlanır. Çox əlləşdirməyək, beləcə qoyaq. Bunu da belə eləyək. Yatsın özü. Aha. Bizlik bu qədər. Qoyduq da yatsın. Əslində altında hamısı da dursa yaxşı olardı, mən ağarım. Maalesef qırdırıbdır. Belə. Belə yekə yerdir. Burada yəni yatıbdır. Burada bir tane yumurtlamaq yerləri var idi. Bax gəlib burada çöküşmüş dostlar. Burada mı toyuqlar yumurtlamır mən bilən. Necə burada çöküşmüşdü. Mən də təbii ki orada qoymadım. Gətirdim buraya ya. Hər sabah ocu çıxır yemini yiyir. Bunu elcə gətmişəm bu yemi. Bu arada onu da deyim. Yiyirsən mən yuvanda yiyim. Yiyirsən. Ey Allah deyirəm yiyirəz. Yaxşı biz video çəkəndə biraz da yiyiz. Birdən ziyan olar. Mən qorxuram. Ziyan zad olar. Ona baxın dostlar. Beləcənə yatsın. İstəyirəm sizlərə bunu da çəkim gördüm. Çok özürlü sayın dostlar. Yani yaman bir şey söylüyorum maalesef. Videolar niye dalbadal gəlmir 3 gündən bir zat. Dostlar yəni izlənmələr heç xoşuma gəlmir. Bircə videom bundan qabaq paylaşdığım 300'ün adı nə qədər izlənib. O birər 100, nə bilim ən uzağı 200. Zəhmət olmasa deyirəm, biraz həm like qoyun videoya, həm yorum yazın, sonuna qədər izləyin, həm də ki edin, yorum yazın, kanalımıza da abunə deyilsiniz, abunə olun ki, belə videolar çox adam qarşısına çıxsın, çox izlənsin və çox like alsın. Onda tez paylaşacağım, amma belə olduqda mən nə paylaşım ki, yalandan elə bil heç izlənmir kimi olur. Yəni ona görə deyirəm, əgər yəni video tez gəlməyini istəyirsinizsə, heç olmasa bir 300, 200 nə bilim videoya da əməli like o qədər də qoymursunuz. Videolara like qoyun, ondan sonra
Dediyim kimi, izlənmələr 300-dən çox, 300, 400, 500 belə olsa, hələ daha çoxdur. Mən əvvəldən atdığım video 2-3 günə 500 izlənirdi. Hələ biraz duranda bir həftəyə zat görürdüm 1000 izlənməyə keçib. Elə demirəm ha mən. Mən sadəcə deyirəm ki, heç olmasa bir 400, 300 belə izlənmələr olsun hələlik. Yoxsa kanal irəliyə gedən deyil. Bunda deyim, buna var. Ne var sen Aymaz? Ay. Otu düzeldirmiş. Bu da göyərçin kuş kimi yuva düzeldi. Ay yemək deyil ha balı. Hə burasına qoy. Nəyinə lazımdır ala? Ala kömək eləyim ala. Beyaza qoyum indi özün eləyərsən daha o istəyirsən. Mən qoydum indi almıyor görürsünüz. Onunla edeyim. Baxın belə dostlar. İndi bunun da altına bütün toyuqların yumurtasına qoymuşam. Görək nə rənglər çıxacaq. İnşallah sağ salamat çıxar. Əsası odur. Gördüyünüz üzərə də beləcə yatır. Yaxşı belə dostlar. Sağ olun, salamat qalın. Gələn videolarda görüşmək ümidiylə. Like edib, abunə olmağı, yorum yazmağı, bildirimləri açmağı və videoyu sonuna qədər izləməyi unutmayın. Gələn videolarda görüşərik. Sağ olun, salamat qalın.